müəyyən edirik, onu da müəyyən eləmir amma. Problem yoxdur, neyə müəyyən eləmirik? Bəndə məqsədi nə idi? Səni niyə incidirdi? Niyə azaltdı? Deməli, mən İskəndərdir, bu şəxsin adı. İskəndər adı. Bərdən Şahvərlər kəndi. Mən Bakıya gezən gün, yəni orada materialda detallı formada yazmışım. Orada mən saxlayıb ki, orada sınavqada dur, taksi xarab olur. Mən başqa taksi gözləyirəm ki, gedəm də yol çıxam. Saxlayıb mən orada ağzıma gələn poqları yiyib ki, bura, üzr istəyirəm, ifadım, bura hansı qəhbəndə adı gəlmişsən, belə, heyla, ağzına gələn poqları məni şantaj eləyib. Demədiyi söz qalmayıb mı? Yəni bunu belə qoymayacağım, onsuz da Dövlət Təhlükəsizlik Xidmətindən belə müraciət eləmişəm, yenə eləyəcəm. Bu adam mən layiqli sabahı sırasını seçilməz. Elə bir mənim kimliyimizi adımı soruşdu, hər bir şeyimi, hansı kətdənsən, belə elə dedim filan kətdən, orada bunun tanışı var imiş. O tanışına zəh vurdu, Qaradağlı kəndindən, orada materialda qeyd eləmişəm. Tanışına zəh vurdu, danışdı, dedi ki, qadanam, mənəm İskəndər. Onda bildim ki, bu İskəndərdir, yəni bu tanışı ilə danışır, belə. Müəyyənləşdirmisiniz ümumiyyətlə? Abi sabırlı ol da mən yok, ben hak nasıl olmayacağım, sen maneli.